Ağaqaş saxlayıb bu axırda. Bu axırda videonun axıracan izləyin. Bu qapının arxasında olan maraqlı qazanxananı sizə göstərəcəm. Dostlar salam. Bugün biz növbəti evi təhvil veririk. Birazdan sakinlər bura köçəcək və yaşamağa başlayacaq. Ümid edirəm ki, problemsiz olacaq. Ev haqqında qısaca məlumat verim. Zirzəmin mərtəbəsi və terasla bir yerdə 4 mərtəbəli evdir. Hər 4 mərtəbədə qızdırılır. Zirzəmi birinci mərtəbə isidilən döşəmədir. İkinci mərtəbə və teras, deməli, radiator istilik sistemi ilə təchiz olunub. Evin ümumi sahəsi 400 kvadrat metrdir. Burada deməli 4 ədəd sanitar qovşaq var. Çox çətin bir layihədir. Artıq 2 il yarımdır ki, davam edir və nəhayət ki, demək olar ki, 99% bitirmişik. Gəlin sizi burada müəyyən şeylərlə tanış edim. Bu layihəni, bu və digər hissələrini siz Instagram və TikTok səhifələrimdə görmüsünüz. Gəlin elə başlayaq bura. Burada qonaq otağıdır və gördüyünüz kimi yer mühəndis lövhəsi ilə örtülüb. Bu mühəndis lövhəsinin altında da bizdə isidilən döşəmə var. Çox vaxtı soruşurlar ki, isidilən döşəmənin üzərinə parket və laminat vurmaq olar? Olar. Bu da cavab. Deməli, burada belə bir şüşəbənd yer var və bunun altında da isidilən döşəmədir. Burada isidilən döşəmənin boruları 5 cm ara məsafəsi ilə çəkilib. İzolyasiyada 5 cm-dir XPS və bütün bina xarici divarlardan deməli isti ağla ilə örtülüb. Bu da çox gözəl izolyasiyadır. Evin içində də bütün divarlar iç tərəfdə XPS ilə örtülüb. Döşəmələr də 5 cm-lik XPS ilə işlənilib. Yəni izolyasiya yüksək səviyyədədir. Hal-hazırda biz isidilən döşəməyə 38 dərəcə istilik vermişik. Gəlin burada sizə bir kollektorlarımızı da göstərim. Pilləkənin altında belə bir hissədə bizim isidilən döşəmə kollektorlarımız var. Burada mətbəxdir və burada yəni mətbəx haqqında nə danışmaq olar? Sadəcə burada bizim moykamız var. Vəssalam. Burada da yer parketdir və burada da otaq termostatı var. Gəlin gedək növbəti yerlərə. Ən sona mən qazanxananı saxlayacağam. Hamam otağıdır. Ventilator çox səsli işləyir. Hamam otağında bizdə dəsmal qurudan var. Təbii ki, yer tamamilə isidilən döşəmə sistemindən ibarətdir. Bir də qeyd eləmək istəyirəm ki, bu layihədə müştəri tam olaraq material seçimini bizim öhdəmizə buraxıb. Ona görə də biz burada həmişə sevə-sevə işlətdiyimiz Alka-Drain trapları, instalyasiyaları var. Bir dənə burada görə bilərsiniz ki, sukar trapıdır. O da hündürlük məsələsinə görə məcbur olub onu qoymuşuq. Bütün divar içi hissələr burada ECA, Türkiyə brendinə məxsusdur. Dostlar, bu ikinci mərtəbədir və burada müştərinin istəyinə görə türk istehsalı radial radiatorlarından istifadə olunub. Burada da bu cür radiatordur. Bunu radial şirkəti bizim üçün hesablayıb və biz bura montaj eləmişik. Bu sırf müştərinin seçimi idi və bütün otaqlarda, yəni radiatorlar üçün də bizdə otaq termostatları yanıb. Yəni hər yerdə otaq termostatlarımız var. Digər otaqları düşünürəm keçməyə ehtiyac yoxdur. Bax, bu şəkildə belə bir şeydir. Yəni, burada da mühəndis lövhəsindən istifadə olunub. Bu mərtəbədə bizim 2 dənə sanitar qovşağımız var. İndi onları daxil olacaq. Onların isidilən döşəməsində deməli, kollektora, daha doğrusu radiator kollektoruna birləşdirmişik. Temperatur tənzimləməsi isə otaq termostatı vasitəsilə həyata keçirilir. Yəni, qarışdırıcı və s. eləmədik. Hamısını bağladıq bir kollektora və sadəcə otaq termostatı döşəmənin temperaturunu nəzarət eləyir. Temperatur lazım olan səviyyəyə çatanda sadəcə termostat bura gələn isti suyun gedişini dayandırır. 15-20 dəqiqədir işə salmışıq.
İstilən döşəmə boruları artıq görsənmək üzrədir. Yəni görürsünüz, qızma başlayıb, belə tezdir. Bu da belə bir hamam otağıdır. Burada duş da var. Vanna da var. Və təbii ki, standart insana lazım olan bir şeylər. Yeri gəlmişkən, unitazlar burada geberitdir, rimfi və gigiyenik duşa baxın. Kimsə açıq qoyub gedib artıq gigiyenik duşu. Bu da gigiyenik duş. Ecanın gigiyenik duşu. Yəni, çox maraqlı söhbətdir. Az açırsan, az gəlir. Yeri var. Hər yerdə qaqaş. Bu da növbəti hamam otağıdır. Burada deməli kranlar duş qəbul edərkən mane olmasın deyə belə bir model seçmişik. Yəni qalan şeylər standartdır. Mənə bir o qədər maraqlı olmur. Ona görə də çox dərindən göstərmirəm sizə. Yenə də alkaplast və bunları silikonlamaq lazımdır qaqaş. Deməli bu bizdə ən axırıncı mərtəbədir. Burada indi misal üçün zimni saatda qış bağı düzəldəcəklər. Ağaclar olacaq. Yuxarıda deməli açıq sahə var, oturub yayda çay içmək olar. Buradan ətrafı göstərmək istəmirəm. Buradan dəniz də görsənir. Yəni buradan Bakı buxtasının bir hissəsi görsənir. Və müştərinin istəyinə görə burada çənləri yerləşdirmişik. Alplastın çənləridir. Burada yerində yığıblar. 2 dənə çən niyə? Bu çən sırf deməli buradakı bitkilər üçündür. Ola bilər ki, gələcəkdə buna hər hansısa bir minerallar və yəni xüsusi bitkilərə lazım olan əlavələr əlavə olunsun və bu çəndən ancaq suvarmaya istifadə olunsun. Bu isə ümumi ev üçün nəzərdə tutulmuş istifadə suyudur. Bu istifadə suyu bizdə deməli Azərsudan, Sayğacdan gəlir. Özü bura qalxa bilirsə qalxır, qalxa bilmirsə aşağıda bir rezervuarımız da var. Oradan nasos vasitəsilə də bura verə bilərik suyu. Suyu biz evdə həm sayğacdan, həm həyətdəki rezervuardan, həm də buradan istifadə edə bilərik. İşıqlarımız getsə də birinci mərtəbədə təxmini 0,7 bar təzyiqimiz əmələ gəlir. O ilə düşünürəm ki, paltaryan da işləyəcək və müəyyən qədər isti sudan normal istifadə eləmək olacaq. Yəni ən azı unitazda suyu buraxmaq olacaq və mətbəxdə nəyisə yumaq olacaq. İşıqlar olmasa belə. Su bura gəlməmişdən qabaq 3 kolbalı filtrdən keçir. İp, pambıq, kömür, yumuşaldıcı. Ondan sonra gəlir daxil olur bura. Buradan isə artıq burada bizim nasosumuz var. Bu nasos vasitəsilə sistemdən sovrulur və aşağı verilir. Yəni bütün evə verilir. Ümumiyyətlə suyun vəziyyəti necədir burada qaqaş? Bilmirsən. Bax belə üzgəc var burada. Doldu, bağlanır. Daşmasını da hələ tam burada düzəltməyiblər, bilməm, buranı izolyasiya eləməlidirlər. Daşması da bizdə trapa həyata keçirilir. Trapdan da gedir, deməli, bu fan borusudur, kanalizasiyanın fan borusudur. Həmçində şey də trapdan töküləcək ora, bu daşsa birdən töküləcək, gedəcək belə ora. Burada texniki əlüzyanımız var, qaqaş. İsti su bir necə gəlir bura, resirkulyasiya sayəsində. 1, 2, su artıq qaynardır. 2 saniyə. Çünki resirkulyasiyamız tam burada bitir. Burada müştərinin bir istəyi olub ki, heç olmasa qışın oğlan çağında, necə deyərlər, burada 16-18 dərəcə istiliyimiz olsun. Çox xərc çəkmədən bura 3 ədəd radiator qoymuşuq. Məhz bu divara qoymuşuq, dəniz tərəfi o tərəfdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 seksə 3 dənə radiator. Burada artıq termostatik ventillə idarə olunur. Termostatik ventil hal-hazırda yəni sönülü vəziyyətdədir, amma burada temperatur
5 dərəcədən aşağı düşsə, bunlar avtomatik açılaraq daxilinə isti suyu keçirəcək və beləliklə də burada şaxta olmayacaq. Yəni bu ilə buranı qızdıra bilməsəydi, çünki bura görürsünüz ki, yüngül konstruksiyadır, hər tərəfi şüşədir. Amma ən azı nəsə bir yüngül də olsa temperatur olacaq. Getdik qazanxanaya. Qaqaş termostat dediyin budur. Hə. Işığı söndür də qoymazsız oturaq qaqaş. Dostlar, artıq 20 dəqiqədir keçib və burada biz isidilən döşəməni görə bilərik. Yəni, parketin altıdır, gördüyünüz kimi. Bilmirəm, burada vəziyyət necədir terasda? Bura çox soyuqdur. Oo, qaqaş. 20 dəqiqəyə nəticə. Temperatur çox aşağıdır, amma yəni borular görsənir. O qəşəng. Getdik zirzəmiyə. Zirzəmidə... Qazanxana? Yox, qazanxana qoy axıra qalsın. Gedək zirzəmiyə. Zirzəmidə qırğın söhbətlər var, qaqaş, Kləmus. Dostlar, bura ağzıma girmirsən, evdir. Ağzıma nə soxuşdun? Bura deməli birinci mərtəbədir zirzəmi və bura deməli yer səviyyəsindən döşəməsi 1 metr aşağıdır. Bura kanalizasiya çəkə bilmirdi. Yəni çox problemli məsələ idi. Amma necə eləmişik onu? Yəni burada bizim kanalizasiyamızla, yəni ümumi bina kanalizasiyası ilə buradakı daha doğrusu buradakı yerdəki kanalizasiya ümumi binanın kanalizasiyası ilə hardasa 1 metr 1.20 hardasa bu civarda fərqlənir. Amma biz buradan rahatlıqla sudan istifadə eləyə bilirik. Onu necə eləmişəm, onu da göstərəcəm. Təbii ki, çox adamlar bilir. Bu sahədə işləyənlər bunu bilir. Почему рециркуляции нету, гагаш? Перепутали холодную с горячей? Ну, молодцы. Okey. Отбой ver. Şeydir. Bax, burada bizim unitazımız da var. Təbii ki, qeydini. Kimsə nasosu söndürüb, bir də onu təbrik eləyək. Hə, deməli kimsə söndürmüşdü. Yəni burada bizim unitazımız da var. Baxa bilərsiniz. Gigiyenik duş, trap, minimum yaşayış üçün lazımsa var. Boeing'in sağ qanadı qiymətinə də bir duş da var burada, termostatik. O həmin deməli zirzəmində olan sanitar qovşağın arxa hissəsidir, texniki otaq. Burada bizim su təchizatı kollektorlarımız var və bu cür Müpro ilə instalyasiyanı bərkitmişik. Çünki bu deməli alçıpandır. Kanalizasiya burada görürsünüz ki də belə qalxır və ümumi kanalizasiya xətti oradandır. Bu yeri gəlmişə mətbəxin kanalizasiya xəttidir. Burada xüsusi nasos var. Nasosun içində su səviyyəsi relesi var və birbaşa unitaza birləşib və traplar da bir tərəfdən birləşib. Bu içində bıçaqlı bir mühərriki var. Su bura gələndə müəyyən səviyyədə qalxanda nasos işə düşür və suyu buradan qaldırır, xaric edir. Yəni variant ancaq buydu. Düzdür, çox güclü məhsuldarlığı yoxdur, amma nəzərə alsaq ki, yəni bura yer səviyyəsindən aşağıdır, bu məsələ vəziyyətdən çıxardır bizi. Bu qədər. İndi isə gedək qazanxanaya. Qalxır. Hə. Bir dənə 0,5 elə ona qardaşım sən. Pol litrə. Bu bizim qazanxanadır. Təxmini yalan olmasın il yarım. İl yarım yox. Hətta hatırlasam haradasa inişil yayda bitirmişik bunu. Belə o vaxtdan bu vaxta işləməyib heç vaxt. Artıq ay yarımda 2 aydır test rejimində işlədirik ki, ev sahibi keçəndə hər hansısa bir problem olsa onu aradan qaldıra bilək. Hardan başlayaq, necə eləyək? Əsas məsələdən düşünürəm başlayaq. Əsas məsələ burada
və Victrix Pro-dur, 50 kW-lıq qazandır. Modelin adı 55 olsa da 51 kW-dır. Deməli, burada bir problemimiz olub. İndi komandamız bilir. Burada hidravlik bölücü olub, dəngi qabı, şaquli olaraq. Bir də belə bir tamplanar kollektor almışdıq. Və düşünürdüm ki, bu Çin istehsalı yeri gəlmişkən, zavod istehsalıdır. Və tamplanar kollektorda gedişlə dönüşün arasında heç bir əlaqə olmamalıdır. Sən demə, burada sadəcə bu ara kəsmələr elə belə qoyulub, bir-iki yerdə nöqtə vasitəsilə qaynaq olunub, su bunun içində qarışır. Ona görə biz buradan hidravlik bölücünü çıxartdıq. Bu yenə də işləmədi. Bunu söktük, apardıq. Səbui qrupu sağ olsunlar. Yenə də burada modifikasiya elədik. Bura əlavə lövhə qoyduq. Onu qaynaq edilər, cilaladılar. Yəni, heç kəs deyə bilməz ki, burada qaynaq var. İndi sistem ideal istədiyimiz kimi işləyir. Kondensatın gəlməyinə bax, qaqaş. Yəni, kondensatın gəlməyi də o deməkdir ki, qazan mani ekonomiya eləyir, yəni pul qənaət eləyir. Yəni, qazı boş-boşuna havaya atmır. Kondensat çox gəlirsə, deməli, ekonomiya daha çoxdur. Burada indi tamplanar kollektorun içində su, bax, bu nasos vasitəsilə ikinci və üçüncü mərtəbəyə radiatorlara və istilən döşəmələri gedir. Bu, deməli, Afriso 3 yollu ağıllı qarışdırıcı vasitəsilə birinci mərtəbəyə istilik verilir, istilən döşəməyə və ikinci nasosla artıq zirzəmiyə verilir. Burada minimal temperatur qoymuşuq 21 dərəcə. O ilə belə bizim aşağıda bir neçə konturumuz qızır. Surəti də minimum eləmişik. Afriso bu 3 yollu qarışdırıcı niyə görə həmişə seçirik? Bunun böyük bir üstünlüyü var, sensor var. Qoyuruq gedişə. Burada istədiyimiz temperaturu tənzimləyirik. Mən можете показать? Burada bizim istədiyimiz temperatur 38-dir. Görsənir? Bu da bu istədiyimiz temperaturdur. Bu da faktiki temperatur. Yəni bu qurğu temperaturu 1 dərəcə o yan bu yandan ideal saxlayır da. Yəni tam nə lazımdırsa onu da eləyir. Onu çox vaxt göstərmirəm ki, indi bunu bir dənə göstərək qardaş. Bax, birincisi burada belə toxunuşla işləyən sensor var. Bastıq, o sənə informasiyanı göstərir ki, bu qurğunu necə tənzimləmək olar. Qapağı dartırıq, altında tənzimləmələr üçün düymələri var və ekrana diqqət. Ekranı belə çeviririksə, ekran da qurğu ilə bir yerdə çevrilir. Yəni, bunu necə istəyirsiniz qoyun, ekran sizə uyğun olaraq giroskop vasitəsilə, içindəki giroskopla çevriləcək. Bu elektrik panelində biz yığmışıq. Burada bəsit avtomatika var, yəni burada bütün deməli bu avtomatika ABB firmasınındır. Burada biz deməli səs siqnalı qoymuşuq. Sistemdə suyun təzyiqi düşərsə və ya qazan hər hansısa bir deməli xəta kodu verərsə, burada səs siqnalı da gəlir və qırmızı işıq yanır. Əlavə olaraq qazan özü, buradakı avtomatikada əlavə olaraq elektriklər üçün deyim ki, qazan özü 220 çıxışları verir. Biz burada sadəcə aralıq relesi quraşdırmışıq ki, qazanın avtomatikasına yük olmasın. Burada bizim 3 ədəd nasosumuz var və indi gəl buradan bir dənə göstər. Nasoslar üçü də görsənir də, işlək vəziyyətdədir üçü də. Bu boilerin nasosudur. Bu dəqiqə qazan 50 dərəcədə işləyir. Prioritetə. Mən indi bu dəqiqə boileri söndürmüşəm ümumiyyətlə. Burada işarə görürsünüz ki, su üstündə, kranın üstündə xət var. O tak zeli görsənsin. İndi mən bunu eləyən kimi, basan kimi bu 3 dənə nasos sönəcək. Yanır bu nasos, boilerin nasosu. Və qazan tam gücünə çıxır. Bayaq 50 idi. İndi qazanın səsi də dəyişdir. Mən mikrofon verir ona. Baxın 51, 52. Uçdu kosmosa. İndi temperaturu qalxacaq 70-80-da kimi və başlayacaq boileri qızdırmağa. Gördünüz, qazan neynədir? Bu isti su prioritetidir. Yəni evi bütünlüklə söndürür və gücü verir boilerə. Yəni bu prinsiplə işləyir və bizim qazanxanalarımız son 2 ildə bu prinsiplə işləyir. Yəni bütün dünyada belə istifadə edirlər. Orada divan ekspertlər deyir ki, 2 dənə kombi qoyum elə. Yəni var da bu texnologiya qarşı istifadə elə bir qurğu ilə. 3500 manatdır qazanın qiyməti. 2 dənə normal kombi qoysan
Kombi 1500 manat olacaq. To же самое olacaq. Bu texnologiyanı da özümüzdən kəşf eləməmişik. Qazanların hər birində hər zaman demək olar ki, olub, yəni divar tiplərdə. Buna bizə Zaur qardaş, Profesional Texnika Azərbaycan. O elə bil ki, o toxumu o əkdi, biz də inkişaf elətdirdik, gətirdik, bu səviyyə çatdıq. Artıq qazan 67 dərəcədədir. 67 dərəcədədir və boilerin içində sensorumuz var. Hə, bunu göstərmək istəyirəm, bax, 60 dərəcə buradadır. İndi burada 68-dir. Yavaş-yavaş o temperatur qalxacaq. Burada boilerin içində sensorumuz var. Qazan sadəcə boilerin içindəki suyu hiss eləyərək, yəni lazım olanda işə salır, boileri qızdırır, lazım olanda isə istilik sistemini işləyir. Yəni bu qədər sadə. Burada oturun bunun üstündə rahatdır. Burada bizim deməli kondensatımız var, kanalizasiya gedir. Deyərsiniz ki, buradan pis qoxular gələ bilər və s. Burada bizim qaqaş xüsusi sifonumuz var. Sifon bax belədir. Görürsünüz, belə açılır, belə bağlanır. Su axdıqca suyun çəkisinə açılır və yəni pis qoxu otağa keçmir. Çox rahat və sadə. Bu sifonlar yoxdur Azərbaycanda. Mənə kimsə hədiyyə vermişdi, mən də burada istifadə elədim. Здесь что, Гагаш? Burada bizdə bayaq ikinci mərtəbədə vanna olan otaq vardı. O otağın düz altındadır qazanxana. Burada həmin deməli sanitar qovşaqların isti və soyuq su təchizatı kollektorları var. Burada resirkulyasiyamız var. Qoyaq ikinci surətə və onun termostatı var. Termostatla biz nasosu lazım olan vaxtı işə salıb söndürə bilirik. Yəni 24/7 bu nasos fırlanmır. Bu nasos ikinci surətdə 65 watt elektrik enerjisi sərf eləyir. 65. Gəlin. Qaqaş, biz video çəkirik burada. Hə, mütəyiqdir. Hə. Sən də mən yenə görüm ki, mən bu krankları uzadıcı ilə yox, sənə keçid lazım olacaq. 15 çöl, 20 çöl. Bir dənə o tərəfdən adı boy ver də balamsan. Okey. Hə, yəni gəlin üçüncü surətdən danışaq. Üçüncü surətdə bu nasos, görürsünüz, 90 watt elektrik enerjisi istifadə edir. 90 wattda hardasa 11 saata təxmini 10 qəpik yazacaq. İndi vurun onu aya, vurun onu ilə. Həmçinin də su resirkulyasiyadan keçdikcə boiler təbii ki soyuyur. Çünki istilik itkilər var, burada metal var. Nə qədər olmasa izolyasiya keçirir istilik. Yəni boilerdə istilik itirir. Nasos çox işlədikcə elektrik enerjisi istifadə olunur bunun üçün və deməli nasosun ömründən gedir. Həmçində boiler soyuyur, ona görə qazan tez-tez işə düşür. Yəni əlavə həm qaz, həm elektrik enerjisi istifadə olunmasın deyə termostat qoyur. Hələ əla olar ki, buna timer qoyasan ki, gecələr ümumiyyətlə resirkulyasiya işləməsin. Burada bizim deməli soyuq su qrupumuzdur. Bu təmiz kinodur da qaqaş. Mən oradan gəlir soyuq su, bax, gəlir. Filtrdən keçir, təbii ki, bypass zat. Burada yumuşaldıcı olacaq. Yumuşaldıcıdan keçir və qalxır həmin bayaq olduğumuz yerə, rezervuarlara daxil olur. Biz istəsək, o suyu buradan açıb, bunu bağlayıb, birbaşa evə buradan yönəldə bilərik. Buradan məsələn, birinci mərtəbə, ikinci mərtəbə, boiler sistemin qidalanması və s. Yəni, buradan bölgülər gedir. Bu artıq nasosdan gələn xətdir. Yəni, biz burada Azərsudan da istifadə edə bilərik, həyətdəki rezervuardan da istifadə edə bilərik, yuxarıdakı rezervuarla, həm el dilində desək, samaçokla, axarla istifadə edə bilərik, həm də nasosla. Yəni, hər bir variant var. Burada da boilerin təhlükəsizlik qrupudur. Yəni, obratный klapan, təhlükəsizlik klapanı və s. Bu qədər dostlar. Düşünürəm ki, nəsə yeni bir şey öyrənə bildiniz. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.